Sizə psixoterapiya haqqında danışmaq istəyirəm. Çox insan düşünür ki, psixoloji terapiya nəyə lazımdır ki, nəyi həll edir? Ümumiyyətlə, yəni insan özü otursun, öz-özünə məsləhət versin, olacaq terapiya. Niyə görə bu işləmir? Məntiqi verdiyimiz məsləhət ona görə işləmir ki, sən məntiq səviyyəsində nəyisə ölçürsən, biçirsən, vurursan, çıxırsan, nəyisə işləri yoluna qoymaq, həyatını yoluna, düzənə soxmaq və yaxud da nəyisə etsəm alınar, düşünürsən. Amma enerji səviyyəsində baş verir bütün hadisələr. Kimisi bunu negativ enerji ilə həll edir və onun da hesabatı çox ağırdır insanın bütün canından, qanından, həyatından hesabat edir. Yəni kimisi bunu mərtəbə ağır yolları keçərək həyatının hər yolunda yaşadığı ağrıları, acıları, hesabatları ödəyərək gedir, bu pilləkənlərə qalxır. Bu insanların keçdiyi yol daim onlarda olduğuna görə bütün enerjiləri necə əziyyət çəkirsən də bu etapdan digər etapa qalxmaq üçün. Sən bunu, əziyyətini, hesabatını ödəyirsən və o daim səninlə qalır və daim da artaraq, üstünə gələrək bonuslarla sən həyatına geri qayıdır. Amma sən bunu başqalarının hesabına edəndə, oğurluq enerjisi hesabatına edəndə, oğurlayaraq, məsəl üçün, bir var enerji oğurluyursan, kimsə görmürsən nə işlə məşğul olduğunu. Bir də var, sən həqiqi, məntiqli şəkildə oğurluyursan da, hər kəs görür ki, sən oğurluq edirsən, hər hansı bir bankı soyursan, kiməsə kələk gəlirsən. Yəni bu bir var, real həyatda olsun, bir də var, qeyri-real həyatda olsun. Yəni bunlar ikisi də eyni hesabatlardır. Bunu unutmayaq. Bəzən insanlar terapiyaya gələrkən psixoloqa aid olan resursları oğurlayaraq bir şeylər əldə edirlər, yeni həyat şəraiti. Hansı ki, onlar özləri, öz hesabatlarına, öz yoluna görə keçə bilərlər bu həyatı. Amma bir müddətdən sonra əldə etdikləri hər hansı bir uğur yox olanda düşünürlər ki, nə oldu? Yəni seansa gedəndə alınırdı, indi alınmır. Çünki sən psixoloqun və yaxud da digər şəxslərlə, koçdur, digər insanlarla ünsiyyətə girən zaman bu problem həll olunurdu. Oğurluq enerjisindən girdiyin üçün. Sən öz resurslarında, özünə aid resurslarda, özünə aid olan hadisələrin gedişatında yolu keçmək istəmədiyindən görə, hazıra nazir olduğun üçün sən başqasını uğurlamaqla məşğul olursan. Ona görə də bir müddətdən sonra sənin əlindən uçur, gedir. Psixoterapiyada əsasən nəyə öyrədilir? Yəni insanın özünün fərqinə varsın resurslarından, həyatının gedişatına. Başqası, məsəl üçün, mən filankəs falan işə girdim, mən də mütləq filan kursa gedib filan işə girməliyəm. Filankəs maşın aldı, mən də mütləq maşın almalıyam, kimləyə istəyəm ki. Nə bilim, filankəs filan təhsil alıb, mən də onu oxumalıyam. Belə edən zaman sən özünə dönə bilmirsən, öz həyatında bir məna tapa bilmirsən, digərini bir arzudan digərini arzuluyursan və sən heç bir həyatının mənası olmur. Oğurluq enerjisindən filankəsin maşınını oğurluyum enerjisi, filankəs filan maşını sahibdir, filankəs filan evə sahibdir, filankəs filan təhsilə sahibdir, geyimə sahibdir, görünüşə sahibdir, uşağa sahibdir, ərə sahibdir. Hər şey ancaq oğurlamaqla məşğul. Sənə aid olanla məşğul olsan hər yerdə və bu adətən terapiyalarda insana öz resurslarının, travmalarını işləyərək həyatını dəyişdirilir və böyüyən bir həyata keçir. Bunu negativ enerjide edəndə, bəli, sən bir müddətdən sonra bunlar səndən yox olur, gedir. Çünki oğurlanan insan fərqinə var ki, onun resurslarında həyat yaşayırsa və o insan aşağı düşdüyünü görür. Aşağı saldığın insan isə 2 qat, 5 qat bonusla ayağa qalxır. Həyatın gedişatı belədir. Nəyisə arzulamadan öncə, bunu sən arzuluyursan, bu sənə aid arzu mu? O sualı verir özünə. O zaman sənin sahib olduğun istənilən əşya sənə o qədər həzz verir ki, birini satıb birini almırsan, bir paltar alırsan, bir günlük geyinmirsən, hər zaman geyinirsən, bir maşını daim səninlə qalır, tez-tez maşın dəyişmirsən, tez-tez ev dəyişmirsən, tez-tez iş yeri dəyişmirsən. Yəni, bəli, bu dəyişmə bir var insanı iki tərəflidir, bütün problemləri həll etmək iki tərəflidir. Yəni, bir var, sən bu enerjidəsən, məsəl üçün 16 rəqəmində doğulan insanlar da adətən daim tez-tez dəyişməyi sevən insanlardır. Məkanda otura bilməyən, birini yaratsın, yenidən dağıtsın, yenidən yaratsın bir şeyləri. Hər bir rəqəm, yəni numeroloji, astroloji,
Hmm, hesabatları var, uyğunluğu var həyatımıza, bəli bürclərin də bizim həyatımıza təsiri var. Kimsə məlumatlı deyilsə, inanmıram deyirsə, bu demək deyil ki, o yoxdur. Sadəcə sən hal-hazırda o səviyyədə təhsil, bilik və ya ki, dünya görüşü zəif olduğuna görə o qədər yaşamadığına, biz görüb yaşayıb təcrübə edəndən sonra nəyisə inanırıq da. Görmədən kimisə dediyinə görə çox nadir halda inanırıq, əgər o insan güvənli insandır. Ona görə istənilən bir şey arzu eləyəndə manifest etməyin. Bilmirsiniz o insan hansı şəraitdə onu edibdir, hansı yolu keçəndən sonra bir şey əldə edibdir. Sadəcə qısa olaraq terapiyalarda insanın daxili aləmini inkişaf etdirməklə məşğuluq. Özünə aid həyatı yolları çizməklə məşğuluq. Travmalarını keçərsə hansı etap, həyat onu gözləyir, onunla məşğuluq ki, insan travmalarını, məsələn, ata-ana problemlərini seanslarda həll edərsən, daim başqa insanlarla münasibətində çox asanlıq olar. Məsələn, hələ də 50 yaşı var, ana və atadan icazə alır hər hansı bir addım atanda, ailəsi üçün, uşağı üçün, həmin insan yetkin insandır və qorxur anası nə deyər, atası nə deyər və daim bu insanlar, daim özlərindən yaşca böyük insan, ata-ana enerjisində olan insanlardan daim qorxacaqlar. Ona görə də çalışın, travmaların həll etmək üçün addım atın, istək olsun. Düzdür, biz gün ərzində boş-boş hər yerə xərcləyirik, çünki manipulyasiyadayıq. Bizi idarə edən bir sistemə atılmışıq. İdarədən çıxmaq, sistemdən uzaqlaşmaq, özümüzə dönmək deməkdir, ruhunu tapmaq deməkdir, ruhunla çalışmaq deməkdir. Düzdür, biz həyatda istəyirik geyinək, hamıdan yaxşı görsənək, bahalı olsun. Bunları inanın ki, kimsən vecinə deyilsən, nə geyinmisən, necə yaşayırsan, adsan, susan və yaxud toxsan, sənin vecin olmalıdır. Bu, sənsən bunu yaşayan. Məsələn, sən istənilən bahalı bir köynəyi geyin, 500-700 manatlıq bir köynək geyin, düzdürmü? Əslində, onun maya dəyəri əgər 50 manatdırsa, sən o köynək sənin üzərində 50 manatdan artıq dura bilmir. Çünki sənin enerjin də oradadır. Əgər 50-dən də azdırsa sənin enerjin, 5 manatlıq bir enerji desənsə, həyatının, ruhunun enerjisi, ondan artıq ola bilməyəcəksən. Niyə? Çünki sən başqasını sübut edə bilməyəcəksən. Mən bunu 500 manat almışam, düzdürmü? Sən onu gərək yazıb yapışdırarsan. Sən o enerji deyilsənsə, o 5 manatlıq bir köynək kimi görürsən. Yox, sən 500-5000'lik enerji desənsə, əlinə geyindiyin 3-5 manatlıq belə köynək üzərində o cür enerji ilə oturacaq. Yəni əşyalar bizim enerjimizə girmədən öncə bizə daha başqa enerji də olur. Bizimlə kontakta girəndən sonra bizim enerjimizə bərabər olur. Ona görə bahalı nəyisə alaraq düşünməyin ki, bahalı görsənəcəksiniz. Ucuz nəyisə alaraq ucuz görsənəcək. Bu sizin enerjiniz hansı səviyyə. Kasıb enerjisindəsinizsə, nə qədər pulunuz olsa da, yığsanızsa, kimsəyə möhtac olmasanız da, yenə də kasıbçılıq enerjisi yayacaqsınız. Niyə? Çünki hər zaman ağlayırsınız, pulum yoxdur, pulum çatmır. Bəzi insana inancları var ki, pulum yoxdur desəm, pul gələcək, pulum var deməkdir. Bu inanç səviyyəsinə görədir. İnsan, yəni biz qaça-qaçdayıq. Hamımız çox qazanmaq istəyirik, yaxşı yaşamaq istəyirik. Amma heç dayanıb sual vermirik ki, mənim enerjim, mənim ruhum hazırdırmı bu arzuladığım arzulara, yəni bu etapdan, sıfırdan 100'ə necə qalxıb ona uyğunlaşacaq? Onu da sual vermiyor. Çünki 100'ə uyğunlaşmayanda, lüks həyata ruhumuz uyğunlaşmayanda aşağına axtarır. Məsəl üçün bir insanın 4 otaqlı evi var, deyir ki, yox, mən 4 otaqlıda rahat olmuram, mənə bir otaq studiya evdə rahat olaram, onu arzulayıram. Çünki sən həyatını etap keçməmsən, birdən-birə deyir ya, insan görmədi, birdən gördü. O deməkdir ki, insan necə davranacağını, hansı həyat şəraitinə uyğunlaşacağını aşağı etapdan tək-tək qalxmadan yuxarıya uyğunlaşa bilməz. Enerji tez onu aşağı salır ki, sən orada komfortda deyilsən, sən komfort zonu məsəl üçün 30%'lik həyatdadır və yaxud da ki 20-10%'lik, sıfırda insan şuuraltısı arzuluyor ki, varlı olanda kasıb olsun, kasıb olanda varlı olsun. Bunu deyim, bizim həyatımız daim biz neysə arxasınca qaçırıq, amma özümüzə desək ki, stop, dayan, sən nə istəyirsən, bunu istəyirsənmi? Həsəd, paxıllıq, kin
dən kənarı ruhu formalaşdırsaq, hər